Meyvə ağaclarının kökü hansı dərinliyə gedir? Bu barədə danışacağım bu videoda. Maraqlıdırsa, kanalı dəyişməyin, ekrana, monitora, telefona bir balaca yaxın oturun, səsi də artırın, başlayaq. Salam bağbanlar və bağ həvəskarları hər birinizi salamlayıram. Çoxdandır özümü axtardığım və nəhayət ki, tapa bildiyim meyvə ağaclarının kökləri hansı dərinliyə gedir sualına cavab tapmışam. Bunu sizinlə paylaşmaq, sizinlə bölüşmək istəyirəm, amma bir konspektim var, həmin bu konspektdən istifadə edəcəm. İlk olaraq qeyd eləmək istəyirəm ki, deməli, mənim bu topladığım məlumat USDA, United States Department of Agriculture, ABŞ Kənd Təsərrüfatı Nazirliyi və FAO, Food and Agriculture Organization of the United Nations, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı mənbələrinə əsaslanır. Və burada deyilən ağacların köklərinin getdiyi dərinlik torpaqdan da asılıdır. Misal üçün, mən deyə bilərəm ki, filan ağacın kök dərinliyi gedir 2 metrə dərinliyə, amma qumsal torpaqda bu daha da dərin ola bilər, gilli torpaqda bu biraz daha üzdə ola bilər. Sulanan torpaqda bu üzdə ola bilər, sulanmayan torpaqda daha dərinə gedə bilər. Yəni, bu 100% düz olan rəqəm deyil, təxmini rəqəmlərdir. Beləliklə, deməli, ağac, meyvə ağaclarının kök sisteminə görə 3 növə bölüblər. Onlardan birincisi, dərin köklü ağaclar. Kökləri 2 metrədən 8 metrəyə qədər olan gedən ağaclar. Bir daha vurğulayıram, torpaqdan, qumsal, gilli və sulamadan bu çox şey asılıdır. Deməli, dərin köklü ağaclar. Bu qrupa daxil olan ağaclar torpağın alt qatlarından su çəkmək qabiliyyətinə malikdir. Hansı ağaclardır? Qoz və şabalıt. Ən dərinə gedən kök sisteminə malikdirlər. Kökləri torpağın quruluşundan asılı olaraq 5-8, hətta daha çox dərinliyə gedə bilirlər. Qoz, şabalıt. Növbəti, armud. Almaya nisbətən daha dərin kök sisteminə malikdir. Adətən 3-5 metr dərinliyə qədər enir. Əncir və zeytun. Quraqlığa davamlı olduqları üçün kökləri çox dərinə və yanlara doğru geniş yayılır. Kökləri, əncir və zeytunun kökü 3-6 metrə dərinliyə qədər gedə bilir. Vurğuladığım kimi torpaqdan hər şey asılıdır. İğdə və innab. Şoran və quru torpaqlara uyğunlaşdıqları üçün kökləri su tapmaq məqsədi ilə 4-5 metr dərinliyə qədər gedə bilir. Növbəti qrup, ikinci qrup, orta dərinlikli ağaclar. Kökləri 1,5-3 metr aralığında olan ağaclar. Vurğulayım ki, bu məlumatları USDA və FAO mənbələrindən götürmüşəm və dəfələrcə təkrarlayacağım, vurğulayacağım ki, bu torpaqdan da asılıdır. Orta dərinlikli ağaclar. Bu ağaclar əsasən münbit və orta rütubətli torpaqları sevir. Hansılardır? Alma. Calaq altından asılıdır. Cır almalar 2-4 metr, vegetativ almalar isə 1-1,5 metr dərinliyə gedə bilirlər. Ərik, şaftalı və gavalı kökləri adətən 1,5-2,5 metr dərinliyə çatır. Gilas və albalı kökləri torpağın 1,5-2 metr dərinliyinə qədər gedə bilir. Xurma, karalök, kökləri 2-3 metr dərinliyə qədər gedə bilir. Heyva, digər çəyirdəklərə nisbətən kökləri biraz daha səthi
olsa da 1,5-2 metr dərinliyə enir. Fındıq saçaqlı kök sisteminə malikdir. Əsasən 1-1,5 metr dərinliyə gedir. Deməli, keçək üçüncü qrupa. Səthi köklü və ya subtropik bitkilər. Kökləri 50 santıdan 1,5-2 metrəyə qədər gedən bitkilər. Bu bitkilər rütubəti çox sevir və kökləri torpağın üst qatlarında daha aktivdir. Hansılardır? Limon və portağal. Sitrus bitkilərinin kökləri çox dərinə getmir. Əsas kütləsi 61 metr, dərin 60 santı 1 metr dərinliyində olur. Ona görə limonu dibçəyin içində də yetişdirmək olur. Suyunu, gübrəsini vaxtında verə bilirsinizsə, limon dibçəkdə də məhsul verir. Amma limon ağacdır, torpağa əkilməlidir. Fenxua, məndə burada arxada var. Kökləri səthə yaxın yerləşir, adətən 50 santıdan 1 metr dərinliyə qədər cəmlənir, rütubəti sevir. Üzüm. Üzümün kökü əslində 5-10 metr və ya daha da dərinə də gedə bilir. Bu yaşlı üzümlərdən gedir. Mənim həyətimdə var 50-60-cı ildən qalma üzümlər. Mən onları demək olar ki, sulamıram. Beləliklə, demək istədiyim bu qədərdir. Əlavə edəcəm odur ki, əgər bəyəndinizsə, buralarda, solda, aşağıda bəyən düyməsi var. Bəyənmədinizsə, onun böyründə dislike var. Razı deyilsinizsə, şərhlər bölümünə öz etirazlarınızı, iradlarınızı, fikirlərinizi yaza bilərsiniz, tənqid edə bilərsiniz. Təhqirə qəti şəkildə girməyin. Dünənləri cənab prezidentimiz yeni bir fərman imzalayıb təhqirlə bağlı. Ona görə bəyəndinizsə bəyən, bəyənmədinizsə dislike, şərhlər bölümünə fikirlərinizi, iradlarınızı, təkliflərinizi, tənqidlərinizi, yadımdan çıxanları siz əlavə edin zəhmət olmasa və silsilə video çəkirəm. Hələ ki davam edirəm, hələ ki bitməyib. Bundan sonraki videomda məncə maraqlı bir video olacaq sizin üçün də. İzləmək istəyirsinizsə abunədə qalın. Bundan qabaqki videom, əgər bu videonun çıxmışsa qabağa, bundan qabaqkini görməmişsinizsə xatırladım. Bundan qabaqki video bölgələrə görə. Mərkəzi Aran, dağlıq zonalar, Naxçıvan zonasında ağaclar üçün çala nə vaxt qazılmalıdır? Hansı dərinlikdə, hansı genişlikdə? O barədə idi. Maraqlıdırsa keçib baxa bilərsiniz. Bu qədər. Sağ olun, izlədiyiniz üçün təşəkkür ederim.